10 yanvar. Qoçlar üçün bugün enerjiniz yüksək olacaq və yeni imkanlar qarşınıza çıxacaq. Səhər saatlarında iş və şəxsi həyatda təşəbbüsləriniz uğur gətirəcək. Münasibətlərdə səmimiyyət və açıqlıq önəmlidir. Yaxınlarınızla dialoqa diqqət edin. Günün ortasında kiçik gəzinti və nəfəs məşqləri enerjinizi artıracaq. Axşam saatlarında özünüz üçün sakit bir an ayırın və keçmişlə gələcəyi düşünün. Yaradıcılıq və yeni ideyalar üçün addım atmaqdan çəkinməyin. Sağlamlığınıza diqqət yetirin, kiçik fiziki hərəkətlər və düzgün qidalanma gününüzü daha məhsuldar edəcək. Günün ikinci yarısında özünüz üçün kiçik hədəflər təyin edin və onları addım-addım həyata keçirin. Bugün həm də yeni tanışlıqlar və sosial əlaqələr üçün əlverişlidir. Buğalar üçün bugün diqqət əsasən iş və maliyyə məsələlərindədir. Səhər saatlarında planlı olmaq və prioritetləri düzgün təyin etmək faydalıdır. Yaxınlarınızla səmimi dialoqlar ruhunuzu yüksəldəcək. Günün ortasında sevdiyiniz fəaliyyətlə məşğul olaraq enerjinizi bərpa edin. İşdə detallara diqqət yetirmək və məsuliyyətli olmaq uğur gətirəcək. Axşam saatlarında yaxınlarınızla vaxt keçirmək və dincəlmək ruhunuzu yüksəldəcək. Sağlamlıq baxımından qısa gəzintilər və su içmək faydalıdır. Bugün həm də yaradıcılıq və yeni ideyalar üzərində düşünmək üçün əlverişlidir. Həm iş, həm də şəxsi həyatda balansı qorumaq sizə uğur gətirəcək. Əkizlər üçün bugün ünsiyyət və yaradıcılıq ön plandadır. Səhər saatlarında ideyalarınız parlayacaq, yeni əlaqələr üçün əlverişli zamandır. Hisslərinizi ifadə etməkdən çəkinməyin. Günün ortasında kiçik fasilə verərək enerjinizi toplayın və stressdən uzaqlaşın. Axşam saatlarında yaxınlarınızla vaxt keçirmək və sevdiyiniz fəaliyyətlə məşğul olmaq faydalıdır. Sağlamlığınıza diqqət yetirin, kiçik fiziki hərəkətlər və nəfəs məşqləri enerjinizi artıracaq. Bugün həm də planlama və yeni layihələr üçün əlverişlidir. İşdə və şəxsi həyatda açıqlıq və dürüstlük sizi irəli aparacaq. Xərçənglər üçün bugün duyğular ön plandadır. Səhər saatlarında ailə və yaxınlarla münasibətlərdə səmimiyyət və anlayış önəmlidir. İşdə planlı və diqqətli olmaq uğur gətirəcək. Günün ortasında kiçik fasilə verərək rahatlamaq və enerjinizi toplamaq faydalıdır. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək, kitab oxumaq və ya yaradıcılıqla məşğul olmaq ruhunuzu yüksəldəcək. Sağlamlıq baxımından kiçik gəzintilər və nəfəs məşqləri faydalıdır. Bugün həm də yeni biliklər və öyrənmə üçün əlverişli gündür. Hisslərinizə qulaq asın və intuisiya gücünüzə güvənin. Şirlər üçün bugün diqqət və enerji yüksəkdir. Səhər saatlarında iş və şəxsi həyatda liderlik qabiliyyətiniz ön plana çıxacaq. Yaradıcı fəaliyyətlər ruhunuzu yüksəldəcək və yeni təşəbbüslər üçün əlverişli zamandır. Münasibətlərdə səmimiyyət və açıqlıq faydalıdır. Günün ortasında enerjinizi artırmaq üçün kiçik gəzinti və ya məşq edin. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək və dincəlmək sizi rahatladacaq. Sağlamlığınıza diqqət edin, düzgün qidalanma və fiziki fəaliyyət gününüzü daha məhsuldar edəcək. Günün sonunda yeni ideyalarınızı yazın və gələcək üçün planlar hazırlayın. Münasibətlərdə səmimi və açıq olmaq harmoniya yaradacaq. Qızlar üçün bugün diqqət və planlı hərəkət ön plandadır. Səhər saatlarında işdə detallara diqqət yetirmək və prioritetləri düzgün təyin etmək faydalıdır. Münasibətlərdə səmimiyyət və empatiya göstərmək yaxınlarınızla əlaqələri gücləndirəcək. Günün ortasında kiçik fasilə verərək enerjinizi toplayın və stressdən uzaqlaşın. Yaradıcı fəaliyyətlər və yeni ideyalar üzərində düşünmək faydalıdır. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək, kitab oxumaq və ya sevdiyiniz bir fəaliyyətlə məşğul olmaq ruhunuzu yüksəldəcək. Sağlamlıq baxımından su içmək, kiçik gəzintilər və nəfəs məşqləri gününüzü daha enerjili edəcək. Günün ikinci yarısında özünüz üçün hədəflər təyin edin və onları addım-addım həyata keçirin. Bugün həm də yeni biliklər və öyrənmə üçün əlverişli gündür, intuisiya gücünüzə qulaq asın. Tərəzilər üçün bugün balans və harmoniya çox önəmlidir.
Səhər saatlarında iş və şəxsi həyatınızda qərar verməzdən əvvəl bütün detalları diqqətlə nəzərdən keçirin. Münasibətlərdə anlayış və empatiya göstərmək yaxınlarınızla əlaqələri möhkəmləndirəcək. Yeni imkanlar qarşınıza çıxa bilər, amma ani qərarlardan çəkinin. Günün ortasında təmiz hava və qısa gəzinti enerjinizi artıracaq. İşdə planlı və səbirli olmaq uğur gətirəcək. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək və rahatlamaq ruhunuzu yüksəldəcək. Sağlamlıq baxımından kiçik idman hərəkətləri və düzgün qidalanma faydalıdır. Bugün həm də yeni planlar hazırlamaq və yaradıcılığınızı göstərmək üçün əlverişlidir. Əqrəblər üçün bugün diqqət məqsədlərinizdə olacaq. Səhər saatlarında iş və şəxsi həyatda qərarlı olmaq sizə üstünlük verəcək. Münasibətlərdə səmimiyyət və açıqlıq sizi yaxınlaşdıracaq. Yeni öyrənmə və inkişaf imkanlarına açıq olun. Günün ortasında qısa fasilə verərək enerjinizi toplayın və stressdən uzaqlaşın. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək, kitab oxumaq və ya yaradıcılıqla məşğul olmaq sizi rahatladacaq. Sağlamlıq baxımından düzgün qidalanma və kiçik fiziki hərəkətlər faydalıdır. Günün sonunda gələcək planlarınızı düşünmək və yeni layihələr üçün addım atmaq əlverişlidir. Hisslərinizə və intuisiya gücünüzə güvənin. Oxatanlar üçün bugün macəra və yeni imkanlar gündəmdədir. Səhər saatlarında optimist və açıq fikirli olmaq sizi irəli aparacaq. Yeni tanışlıqlar və əlaqələr üçün əlverişli bir gün olacaq. Hisslərinizi açıq ifadə edin və fikir mübadilərindən çəkinməyin. Günün ortasında diqqətinizi əsas prioritetlərinizə yönəldin, ani qərarlardan çəkinin. İş və şəxsi həyatda motivasiyanızı yüksək tutun. Axşam saatlarında sevdiklərinizlə dincəlmək, yaxınlarınızla söhbət etmək enerji verəcək. Sağlamlığınıza diqqət edin, kiçik gəzintilər və nəfəs məşqləri faydalıdır. Bugün həm də yeni layihələr və ideyalar üçün addım atmaq üçün əlverişlidir. Yaradıcılığınızı nümayiş etdirin və motivasiyanızı artırın. Oğlaqlar üçün bugün məsuliyyət və planlı hərəkət önəmlidir. Səhər saatlarında işdə diqqət və səbir ön plandadır, detalları nəzərdən qaçırmayın. Münasibətlərdə anlayış və səmimiyyət vacibdir, yaxınlarınızla açıq danışın. Günün ortasında kiçik fasilə verərək enerjinizi bərpa edin. Yaradıcı fəaliyyətlər və yeni ideyalar üzərində düşünmək faydalıdır. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək və dincəlmək ruhunuzu yüksəldəcək. Sağlamlıq baxımından düzgün qidalanma və kiçik gəzintilər faydalıdır. Günün ikinci yarısında özünüz üçün hədəflər təyin edin və onları addım-addım həyata keçirin. Bugün həm də yeni biliklər və öyrənmək üçün əlverişlidir. Dolçalar üçün bugün yaradıcılıq və yeni ideyalar ön plandadır. Səhər saatlarında fərqli yanaşmalar sizi uğura aparacaq. İş və şəxsi həyatda açıq fikirli olmaq faydalıdır. Münasibətlərdə səmimiyyət və empatiya göstərmək sizi yaxınlaşdıracaq. Günün ortasında diqqətinizi əsas məqsədlərinizə yönəldin və stressdən uzaqlaşın. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək və ya sevdiyiniz bir fəaliyyətlə məşğul olmaq enerji verəcək. Sağlamlığınıza diqqət edin, kiçik fiziki hərəkətlər və gəzinti faydalıdır. Bugün həm də yeni layihələr üçün addım atmaq və təşəbbüslərinizi reallaşdırmaq üçün əlverişlidir. Hisslərinizi ifadə etməkdən çəkinməyin və intuisiya gücünüzə güvənin. Balıqlar üçün bugün intuisiya və hisslər ön plandadır. Səhər saatlarında duyğularınıza qulaq asın, iş və şəxsi həyatda düzgün qərarlar verin. Münasibətlərdə səmimiyyət və anlayış sizi yaxınlaşdıracaq. Yeni öyrənmə və inkişaf imkanlarına açıq olun. Günün ortasında kiçik fasilə verərək enerjinizi toplayın. Axşam saatlarında sevdiklərinizlə vaxt keçirmək, kitab oxumaq və ya yaradıcılıqla məşğul olmaq sizə rahatlıq verəcək. Sağlamlığınıza diqqət yetirin, kiçik fiziki hərəkətlər və gəzinti faydalıdır. Bugün həm də planlarınızı düşünmək və yeni layihələr üçün addım atmaq üçün əlverişli gündür. Hisslərinizə və intuisiya gücünüzə güvənin.